Salam, hər vaxtınız xeyir olsun. Növbəti üçbucaq mövzusu ilə bağlı olan əvvəlki qəbul imtahanlarında iştirak etmiş suallardan biri ilə qarşınızdayıq. Demək ki, sualımız belədir. ABC üçbucağında bucaq C 90 dərəcə, AB 13 sm-dir. Əvvəlcə düzbucaqlı üçbucaq çəkək. Deməli, bizə verilən düzbucaqlı üçbucaqda C bucağı 90 dərəcədir. Digər təpə nöqtələri AB götürsək, AB 13 sm-dir. Üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu 2 sm-dir ki, düsturunu yazaq. Bizdən istədiyi sahəsinin qiymətinin tapılmasıdır. Düsturunu yazaq, düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu A plus B minus C bölü 2 düsturu ilə tapılır. Burada C-nin qiyməti 13-ə, A və B-ni ayrıca qeyd etsək, demək ki, A plus B ifadəsi 2 vur 2 plus C-yə, yəni 13-ə bərabərdir. Bunun cəmi də bizə 17-ni verir. Ayrıca nə edə bilərik? Pifaqor teoreminə görə a kvadrat plus b kvadrat ifadəsi 13-ün kvadratına bərabərdir. Bu bizə 169-u verir. A kvadrat plus b kvadrat ifadəsini a plus b-nin kvadratı minus 2ab şəklində yaza bilərik. Ayrıca a plus b-nin qiymətində 17, 17-nin kvadratı minus 2 vurulsun. AB hasili sahəsinin düsturuna baxaq, düzbucaqlı üçbucaqda sahə düsturu a vurulsun b bölü 2 ilə hesablanır. Demək ki, biz AB ifadəsi əvəzinə 2 vur S yaza bilərik. AB-ni yenə 2S yazsaq olacaq. Deməli 4S bərabərdir. 17-nin kvadratı 289 minus 169. Bunların fərqi bizə verəcək 120-ni. 4S 120 olduğuna görə əgər S-in qiymətini axtarırsa 120-ni 4-ə bölürük. Cavab 30-u alırıq. E variantı. Növbəti loqaritmik ifadə ilə bağlı olan bir ifadədir. Həm loqaritmadır, həm sinusdan istifadə olunur. Loqaritma xassələrindən istifadə etməliyik. Sualımıza baxaq. Deməli, 2 vurulsun loqaritma kök adda 5 ifadəsini 5 üstü 2-də 1 şəklində yazsam, sinus pi bölünsün 7 vurulsun loqaritma kök altı ifadəni sinus pi böl 7 ifadənin üzəri 2-də 1 kimi yazsam, 5 bərabər olacaq 2 vurulsun. Biz bilirik ki, loqaritma A əsasdan, daha doğrusu A üstü M əsasdan B ifadəsində M qarşıya çıxır, amma 1 bölünsün şəklində yazılırdı. Loqaritma 5 əsasdan sinus pi böl 7. Ardınca loqaritma eyni qaydada sinus pi böl 7-nin qüvvəti qarşıya çıxacaq, amma 1 böl şəklində çıxır ki, loqaritma sinus pi böl 7 əsasdan 5 yazılmalıdır. Diqqət edək nəyə? 1-i 2-də 1-ə bölsək 2 alınır. 1-i 2-də 1-ə bölsək 2 alınır. Ardınca loqaritma 5 əsasdan sinus pi böl 7 vurulsun loqaritma sinus